Əziz dostlar, hamınızı salamlayıram. 16 Mart 2026-cı il 16 Mart 2026-cı il Alanya Mahmudlardayam. Dənizə 300 metr, 250 metr məsafə, tam mərkəzdə bu gözəl yaraşıqlı bina. Sizə mənzil təqdim edəcəm. Bundan bir öncəki videomda bu inşaat şirkətinin binası idi. Dostlarımızı buradan salamlayıram. Və bugün onların növbəti binasını göstərəcəm. Tam Mahmudlarda yerləşir mərkəzdə. Baxın, burada gözəllik salonları, restoranlar, kafeler, mağazalar, her şey burada yaxındadır. Cumartesi, pazarı, alışveriş mərkəzi, hamısı bura yürümə məsafəsindədir. Bina balacadır, amma yeri, konumu gözəldir. İndi içine baxacağıq və burada sizə 3 otaqlı mənzil göstərəcəm. Aşağısında dükkanlar olacaq. Dəniz bu tərəfdədir. Bura tam Mahmudların mərkəzi hissəsidir. Barbaros caddəsi qarşıdadır. Və indi içəri daxil oluruq. Burada mən 2+1 mənzil, yəni 3 otaq göstərəcəm, amma satışda 1+1 mənzillər də var. Və binanın ərazisinə daxil oldum. Burada gözəl palma ağacı, kamelya var və mangal yeri var. Bura baxaq. Baxın, bura mangal yeri, üstü bağlanır. Əlbəttə ki, yayda qəşəng sərində oturup mangal, kebab istirahat edirsiniz. Her şey sizə yaxındır. Cumartesi pazarı da zaten bu tərəfdədir. Alışveriş mərkəzi Akdeniz Park da onun içindədir. Burada isə balaca hovuzumuz var. Bina 5 mərtəbədən ibarətdir. Bizim mənzilimiz də penthouse sayılır. 5-ci mərtəbədə olacaq. Böyük havuz və uşaqlar üçün balaca hovuz. İnfrastruktur olarak sadece kamelya, mangal zonası və hovuzumuz var. Və bu da binanın iskanı, sertifikat. Bu önemli bir şeydir. Buna həmişə diqqət eləmək məsləhət görülür. İç qapıda da şifrə var. Şifrəni yazdıktan sonra daxil oluruq. Qəşəng, səliqəli. Bu inşaat şirkəti uzun illərdir Alanya'da binalar tikir. Hardasa bəlkə də 20 ildən çox. Ona görə çox böyük təcrübəyə malikdirlər. Burada 2 dənə liftimiz var. Və indi liftə daxil oluruq. Və liftdən çıxırıq. Gəlirik mənzilimizə. Əziz dostlar, bu mənzil 2+1 dupleksdir. Amma bunu deyim ki, bu binanın ən bahalı evini mən sizə göstərirəm. Digər 2+1 duplekslər var ki, bundan daha ucuzdur qiyməti və 1+1 mənzillər də var. Bu da nəzərinizdə olsun. İçəri daxil oluram. Bir sanuzul sol tərəfdə. Duş kabin. Qapını bağlayırıq və burada keçən binada olduğu kimi girişdə çox qəşəng. Bax, belə paltarları asmaq üçün, ayaqqabıları qoymaq üçün yer. Dediyim kimi, bu inşaat şirkəti çox təcrübəlidir. Ona görə evləri gözəl, keyfiyyətli tikir. Rahat şəkildə güvənib ala bilərsiniz. Bu da mətbəximiz. Salon aşağıdadır. Bizdə deməli aşağıda böyük bir salon və balkondur. Bir də sanuzul. Çıxırıq bu balkona. 2 dənə otaq isə yuxarıdadır. Məndən sağ tərəfdə gözəl dağ mənzərəsidir. Buraya isə çıxırıq tam Mahmudların mərkəzi hissəsinə. İndi isə geniş nərdivanlarla qalxaq yuxarıdakı otaqlara baxmağa. Çox rahatdır. Nərdivanlar geniş olduğuna görə bu mənim çox xoşuma gəlir. Başlayaq sol tərəfdən. Sol tərəfdə bir otaq. Pol laminat. Tavanlar hündür. Səliqəli. Otaqlar nə çox böyükdür, nə də balaca demək olmaz. Yeni binalarda hamısında belədir. Bu isə bizim bir balkonumuz. Bu balkonda qapını açırıq. Belə bir yerdə var. Nələrsə qoya bilərsiniz bura. Evdə rənglər çox müasir, müasir rənglər seçilib. Qapılar taxtadandır, səliqəli. Burada da bir otaq var. 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 Burada da bir otaq var
Növbəti otaq isə bu otağın düz qarşısındadır. Bunun da öz böyük balkonu var və burada şəxsi sanuzol da var. Burada baxırıq, yenə duş kabin, hər şey yüksək səviyyədə. Bu evin kvadratı olaraq 120 kvadrat metrdir, balkonlar daxil. Baxın, bu balkon çox böyükdür. Baxın, necə böyük balkondur. Uzun balkon və birbaşa dağ mənzərəsi. Dağlara tərəf baxır. Belə, əziz dostlar, Mahmudların tam mərkəzində hovuzlu barbekü manqal zonası olan, dənizə 300 metrə maksimum məsafədə, tam Mahmudların mərkəzində çox tanınmış məşhur inşaat şirkətinin yepyeni gözəl binası, 2+1 dupleks, 120 kvadrat metr, qiyməti 190 bin avro. Belə mənzillərə sahib olmaq istəsəniz, mənlə əlaqə saxlayın. Bütün videoların altında türk nömrəm var, WhatsApp-da türk nömrəsi eynidir. Sağ olun, var olun, gələn videolarda görüşənədək.